Herkese salam, kanalıma xoş gəlmisiniz. Müğənni Təranə Qumral sosial media hesabında canlı yayımda əsəblərinə hakim ola bilməyib. Buna səbəb isə Təranə Qumralın qızı Qumralın Musa Musayev və Niyaməddin Musayevin mahnısını ifa etməzdə olub. O qeyd edib ki, mən qızıma dedim ki, niyə bizim düşmanlarımızın mahnısını ifa edirsən? Qeyd edək ki, Niyaməddin Musayevin qızı YouTube'dan Qumralın mahnısını sildirib. Həmin görüntüləri sizlərə təqdim edirəm. Bu aparıcı prodüser Tarix Əliyevin verilişində baş verdiyi üçün Tarix Əliyev də canlı bağlantıya qoşulub. Girdim baxdım yayınımıza. Bilirsiniz də xətrinizi necə çox istəyirəm. Allah səndən razı olsun. Yeganə aparıcılardanam ki, heç kimin sözü ilə oturub durmamışam. Ay mən sənin efirə gələrəm. Ay nə bilim filan kəs gəlsə mən sənin verilişim. Mən bilirsiniz də mən sizin xətrinizi istəyirəm. Musa müəllim sənətkardır. Mən bugün də dedim, mən gecə Qumralın səhifəsində Qumral deyir yanınızda indi. Mən onu ekran kaydı elədim, attım qrupumuza ki, sabah Niyaməddin müəllimi əslində mən Editstar cəmliyə görə çağırmışdım ki, Niyaməddin müəllim toxunulmaz insandır. Necə ki, bugün Musa müəllim mahnıları vardı, onun elə bir dənə Ey Vətən oğlu toxunulmazlığını edibdi onun yəni. Amma Niyaməddin müəllimlə sonuna qədər mən danışanda o bilmirdi. Mən haqqa girməyim. Bax, mən bilirsiniz ki, mən yaltaq adam deyirəm, heç kimdən çəkinmirəm də. Mən, bax düzün deyəcəyim də, 2 saat bundan qabaq Röya xanım mənə də zəng vurmuşdu Qumrala görə. Dedi, orada siz məni qəfildən, o sənəndən danışırdı. Mən telefonu aldım, o heç bilmədi o efirdədim. O dedi ki, mənim Qumralla heç bir problemim yoxdur ya mahnının üstündə. O mənə bəzi sənədlər göndərib, sabah Qumrala göstərəcəyəm. Türkiyədə bir neçə mahnı müğənni məhkəməyə verib. Deyir ki, amma mən də sizin kimi fikirləşdim ki, bəzi o yaltaqlar var, o birisi tərəfə yaltaqlanmaq üçün Təranəni efirə çağırmayın, Musanı efirə çağırmayın. Güya Qumral o efirə getməsə, Təranə getməsə acından öləcəklər də. Mən də belə düşündüm ki, o bəzi bizim camiyyədə kişi müğənniləri var ki, qadınlar tutulanda sevinirlər ki, filan kəsi tutdular. Nə bilim, özlərindən də belə başa düşdünüz. Mən onlardan nə qorxmuram, belə mənim vecimə də deyil. Hodri meydan istəyir gəlsin, mənə ürəyi var, zəng vursun, mən ona sözümü, mən danışmaq istəmirəm, mən danışsam, bəzi adamların gecəsi gündüzə qarışar, mən bu ölkədə oturub devlətimi sevən adamam da. Mən nə burada, nə Almaniyada, nə də heç yerdə oturub mənim devlətimdən narazı ola biləcək, hələ dünyaya o müğənni gəlməyib. Yəni mən tolikam, yəni onlar bilir mən nə deyirəm və işdirlər. 8-7 minə yaxın adam var. Amma Röyaya qalanda isə, bayaq Röya mənim eşidirsiniz mənə Təranə xanım? Gəlir mənim, səsim gəlir. Bəli, mən eşidirsiniz siz. Mənə bayaq 2 saat bundan qabaq niyələtdəydim, zəng vurdu. Dedi, mən baxdım YouTube-a. Yox, dedi, mənim Qumralla heç bir problemim yoxdur ya, mahnı da qurbandı. Ondan neçə mahnısını istəyir, oxuyur. Birdən deyir, səhv anlaşılar ki, mən dedi, burada yaşamıram, onlar da bilir də, niyə görə xaricdəyəm, qayıdıcıyımsan. Yəni, biləsiniz ki, Qumralla şəxsi, hətta Qumralın ona yazdıqlarını atmışıq, o onun köynə nömrəsidir. Qumrala göstərəcəyəm bayaq. Yəni, mən bura niyə girdim ki, siz... Niyə bloka atıblar sırazı? Yox, nömrə bağlıdır. Getməyib, görmürsünüz bir quşdur orada. O da mənə atdı ki, görmürsən bir quşdur. Əgər çatsaydı WhatsAppda 2 quş olacaqdı. Yəni, dedi ki, mənim sizə andım yox, özdə mənim deyir Qumralla, yəni bilirsiniz, məndə indi yazışmalar var və mən sabah onu Qumrala göstərdim. Mənə tolik fakt lazımdır ki, sənin verilişində onun danışmaqları var idi, ha. Orada... O kişi, yazıq kişi, oturub orada sakit adam, mən yenə deyirəm. Deməli, necə olub, sabahlar Qumrala verilişdən qabaq bütün o sənədləri göndərəcəm. O başa düşəcək və o deyir ki, Qumral nəinki bu mahnına, ürəyi istəyən mahnını, əmisi olaraq, nə bilim, deyir, necə qəbul edir də, bir kəlmə ona desin, deyir, yaşlı adamda, o da deyir, ay efirimdə. Deyir, mənə deyir, desin, heç 1-2 nəfər adam var deyəcəyəm. Hansılar ki, yığıblar. Deyim mənə görüm, axı yaşlı adam neyinib ki? Onu yaşlı adam sildirib. O Niyaməddin müəllimin heç xəbəri yoxdur o şeydən. Gördün onu ya? Nadir götürüb birincidən mahnını görən kimi qara listə alıb.
Onlara o deyib oradan. Ondan sonra incəliyiblər. Yoxsa böyle bir şey deyir. Deyir, mahnı da hamı oxuyub. Deyir, Qumral bizə deyir, onlardan da yeri gələndə yaxındır. Haqqına girməyim də adamın. Yəni mənim nəyim, məni bilirsiniz də. Mənim dünya ilə verişimə deyir. Mən Niyaməddin müəllimi başqa şeyə görə çağırmışdım. Amma mən Qumrala niyə pis oldum ki? Onsuz da illərlə də bu söz söhbətlər gedir. Bəziləri altdan türkülər var. Ha, sevindilər ki, ay Allah. Mən istəmirəm ki, cəmiyyət elə bilsin ki, necə oldu? Niyaməddin müəllim 3 ay bundan qabaq Musa haqqında yaxşı fikir bildirdi. Ay balam, bu da Musa'nın sevdiği, seçtiği kadının evladıdır. Deyir şirindirsə, siz bayaq deyirsiniz, mən xoşlamıram belə şeylər. Vallahi cemaat Əroğlu mindərə kişi ilə gəzirlər, çıxırlar efirdə qardaşım deyirlər. Ağız dolu da belə deyirlər, ha, qardaşım mənim. Amma Moskvada otellərdə bir otaqda qalırlar. Biz qulağımıza yemirik, biz ağzımıza yeyirik. Yox, bir dənə olar, Tolik sən danışdın, mən qulağım. Yəni Qumral da çox yaxşı qızdır, mən onun xətrini istəyirəm. Əziyyəti ilə pul qazanır, gedir oxuyur, cemaat onu sevir. Mən pis oldum, mən şəxsən bir dənə başqa mahnı olsaydı başqanın vecimə də olmazdım. Niyaməddin müəllimin mahnısı Qumralda silinməyinə şəxsən özüm pis oldum ha. Şəxsən mən pis oldum ki, niyə bu qızı belə hər dəfə çalışırlar bunu belə qıraqlasınlarsa, niyə olmalıdır da belə də? Tolik, bilirsən, mən o şeyə qulaq asdım, televiziyaya qulaq asmamışam, efirinizə baxmamışam. Efirdən kəsilib ki, hansı ki TikToklarda belə göndərirlər də mənə də, indi necə ki sənə bir şey Yox, təbii, o əslində şok oldu ki, məni efirə bağladınız. Əslində o eşitmədi ki, biz efirdeyiz. Mən dedim ona ki, siz canlı efir, o bilmədi. Sonra dedi ki, axı mən efirdəyəm, niyə belə danışıram? Dedim, siz pis Qumral haqqında işlədimədiniz. O da elə bildi ki, efirdə deyil. O bilmirdi. Yox, bilmirdi. Qumral orada idi. Qumral, sən canın o bilirdi ki, efirdeydi. Yox, dedi ki, siz nəyə görə mənə demirsiniz? O dedi, siz mən niyə deməmiş məni efirə deyil. Mən elə bildim sizinlə danışıram. Sən Tolik ona sual verirsən ki, Qumral orada cütləşmiş deyib, ona görə deyirsən. Onu mənim həkimim dedi. Həkimim var ya, Yeganə xanım YouTube. Dedi ki, orada Niyaməddin müəllimin adına yazıblar ki, o orada cütləşdirilmiş deyib, cütləşmiş deyib. Niyaməddin müəllim dedi ki, hansı mahnıdan söhbət gedir? Dedim ki, belə elə. Mən deməmişəm onu. Mən də sadəcə deyirəm ki, bir insan bir musiqini yazır. Bir musiqini yazır. Onun musiqiyə cavabdehdir. Yenə deyirəm, ola bilər Röya Niyaməddin müəllimin varisidir, onun musiqisini qoruyur. Amma Məmməd Arazın varisi deyir ki, o deyir cütləşmiş. Sənə nə var? Cütləşmiş deyib, cütlənmiş deyib. Ya nə deyibsə, onu söz yazarının varisi var. O tələb Rəna xanım, bu mahnını bilirsiniz, niyə biraz qloballaşdırırlar? Bu mahnı bilirsiniz də, illərlə çox aktual mahnı olub. Hətta bu mahnı, bu günləri Musa müəllimin mahnısını kimsə sözünü deyirsə, mən ona, məsəl üçün Qumral, onu ola bilər. O qədər bizim xalq artistlərimiz səhv bıraxıblar ki, xalq artistləri var, mahnı oxuyublar, sözünü deyişiblər. Biri deyib qal sənə qurban, biri deyib gəl sənə qurban, biri deyib nə bilim getsə, hərəsi bir sözünü deyişib. Amma Qumralda bu olmamalıydı. Qumral onsuz da illərlə bu problemdə ən çox əziyyət çəkən Qumraldır. Pis oldum, mən şəxsən pis oldum. Və mən də düşündüm ki, əgər o tərəf edirsə, çox nahaq yerə edir. Bilirsiniz, Allah qarğa deyir, insanın pərt eləmək lazımdır. Onun bir dənə sözü var ki, nə oldu, mən sizin gözünüzdə. 1000 dəfə Qumraldan pis bir mahnı oxuyanlar olub. 1000 dəfə pis oxuyublar ha Qumraldan. Nə valla Qumral, kim nə deyir, mən Qumralın nə qiriyyətini çəkirəm, əri yanında, atası yanında. Amma o qız sevilir də, siz zorla insanların əlindən kiminsə sevgisi ala bilməzsiniz. Bu da rəqsanə deyil. Rəqsanə tutuldu, bəziləri rəqsanənin yerinə toylara getdilər. Çıxanda bir dəfə zəng vurub demədilər. Rəqsanənin hesabına, rəqsanə tutulandan 2 gün sonra getdilər Sapfirdə toy apardılar. Rəqsanənin hesabına ya. Bir neçə toyu onlara verdilər. Çıxanda bir rəqsanəyə zəng vurub demədilər ki, Allah qapı açsın, balavan yanına qayıtdı. Nə olar? İştidə insan başına gəlir. Nə olar? Nəyə görə sevinirsiniz? Ay Allah, hamısı ətəyində namaz qılanlar olmuşuq. Ay Tolik. Ay can. Canım bir bala. Mən bilirsən niyə belə şeylər? Mən bu günləri bütün günü yol gedə-gedə, o show proqrama gedə-gedə. Mən baxıram ki, bu nədir ki, bu belə zəng eləyib? Yo, nə? O eləməmişdi zəng. O zəng efir eləməmişdi. O Sənanla danışırdı. Mən ona dedim, kimdir?
Dedi rüyadır. Mən aldım qəfildən əlindən. O heç efirə yığmamışdı. Adamın o Qumral'la hiç bu barədə mənimlə danışmayacaqdı. O dedi ki Tolik mənə efirdən sonra yıxsın. Mən aldım onun əlindən telefonu. İnanırsın Qumral'ın sabah gələndə görəcəkdi mənə. Mən onun əlindən telefonu aldım canlı gedə. O dedi ki mənim nömrəmi Tolik'e verin efirdən sonra mənə əlaqə saxlasın. Sen bilirsən mən səni çox istəyirəm tərəziyə qoysun. Mənə o bursa tərəf vecimə də deyir. Özün de bilirsən. Məni heç kim puluyla ala bilməz ya da efirimə gəlməməklə qorxuza bilməz. Tolik başıma dönüm. Elə o biri tərəfin təsiri çoxdur bu şeylərdə. Yox, bir dənə anı verirəm. Amma mənə dedi ki, sabah da Qumrala deyəcəyəm, göstərəcəyəm. İstənilən Niyaməddin müəllimin mahnısını oxuya da bilər. Ürəyi istəyir, klip də çək. Bir dəqiqə Tolik. Qumral o mahnını oxuyanda biz efirdəydik, Zarun verilişində. Mən baxmışam. Qəflətən mahnı gedəndə Musa baxdı mənim üzümə, mən baxdım Musa'nın üzünə. Çıxanda da dedim ki, Qumral, niyə bu mahnını oxumusan sən? Niyə? Bilmirsən bu bizim düşmənimizdir. Düşman deyil axı. O bursa düşmandır, öyə düşman deyil sizə. Düşmənçilik olmasa, yaparlarsa, mən də düşmənçilik yaparım. Bayaqdan da burada artıq əskikdə başqa şeylər danışmışam. Mən özüm gözəl tanıyıram Röyanı. Təbii ki, mən bilirəm, mən qarışmaram da, ixtiyarım da yoxdur. Tolik, onlar 2 dəqiqə mənə. Mən özüm o vaxtdan heç nə danışmamışam ki. Mən özüm lazım olanda Röya gilə getmişəm də, oturub o Niyaməddin. O deyir mənə, o deyir ki, Qumral deyir mənim nömrəmi tapmaq onun üçün 1 vur 1'dir. Bir dənə deyəydi ki, Nadirə dinən ki, onu askıdan götürsün. Mənə deyəydi, gecə mən o videonu görmüşəmdir. Mənə bir ki... Başa düşməyib də, indi siz başa düşün də. Mən ona görə pis oldum da ki, Qumral niyə hər yoldan keçən müğənni Qumrala girməli? Gördüğüm burada da sən. Özü bilirsən kimlər quracaq? Qumralın nənəsi yaşında olanlar Qumrala güləcəklər ki, amma adamın Allahı var. Röya nə mənim Niyaməddin müəllimdən asılacağım yoxdur. Sənətkardır, ona böyük hörmətim var. Röya ilə ümumiyyətlə münasibətim yoxdur. Amma mənə dedi ki, Qumral bilsin ki, onun əmi kimi görür, onu necə görür görsün, onun bütün repertuarına müraciət edə bilər. Tolik, qulaq az. Sən haqqı deyənsən. Axı mənə telefonda dedi, necə tanım? Mənim bu qulağım var ha. İstəyir Musa olsun, istəyir Tolik olsun. Axı sən orada bəzi şeyləri görməmsən, orada kəsikləri görürsən sən. Yox, qulaq az. Sən kəsilib görənləri 20 dəqiqə bir söhbət eləmişik telefonda oynan. Sən cəmi 3 dəqiqəni görürsən. Sən bir gir YouTube'da bax da verilişə. Tolik, mən gördüyümü deyim bir dənə. O azdı gördüyün. Deyir ki, mənə bilirsən nə təsir elədi? Deyirlər ki, Qumral deyir ki, Niyaməddinin nəvəsidir yazıb. Az. Qumraldan artıqdır Niyaməddinin nəvə. Nə olub? Yox, mənə dedi ki, sən Təranə xan bayaq deyirsən ki, güya mən demişəm ona ki, sən Qumral o sözü düzəltsə oxuya bilər. O deyib, yox deyib oxuya bilər. Niyə olmaz? Ürəyinə istəyir eləsin. Aranjmanı da dəyişsin, necə istəyir oxusun. Yox deməyib oxumasın. Mənim efirimdə olub bu, kəsib qoymayıblar. Sənə indi linki göndərəcəyəm. 20 dəqiqə danışıb, bütün hamısı var mənim YouTube'umda. Onlar Qumral'la problem, mən də elə bildim ki, kimsə qızışdırıb onları səhər-səhər yığıb. Amma mənə etdi ki, Təranə də bilir məni, mən niyə görə buradayam, kimə görə buradayam, necəyəm. Mən Qumral'a heç bir çünki onlar deseydi məni bilirsən də. Niyə şeyləri mən aparıcıyam. Necə olur başqa verişlərdə kimsə danışabilir. Amma haqqını da deyim, prosta əsəbləşdirin. Özüm dedim ki, Təranə xan biraz canım mənim, sabahı gözlə, qurban sabah Qumral bizdətdə başıma dönüm. Amma mən Qumraldan xahiş edirəm, o mahnını Niyaməddin müəllimdən xeyir duasını alsın, ona bir klip də çəkdirsin. O bəzilərinin acığına belə klipini də çəkdirsin, gəlsin belə mənim də verişimdə onu prezentasiya eləsin bəzilərinin. Çünki Niyaməddin müəllim çıxanda da dedi ki, sabah Qumral, mən bilirəm, bəlkə sabah Niyaməddin müəllim efirə bağlayacaq, sən niyə əsəbləşirsən? Tolik, əsəbləşmirəm. Amma mən danışandan, başlayandan, mən dedim ki, o şey var, sülalə var, onların toplumu. Hamısı qurban olsun Niyaməddin Musayevə. Hamısı əvvəlindən ilgələ qədər. Mən o kişiyə qurban eləmişəm hamısını. Mən bildiklərimi də qarnımda saxlamışam, burada sinəmdə saxlamışam. Nə üçün saxlamışam? Bir dənə Niyaməddin Musayevə görə. Niyə? O kişi bunlara qatılası deyil. O kişi tam ayrı bir adamdır, xalq artistidir, şöhrət ordenlidir, nə prezident təqaüdçüsü. Amma o adam var ha, o bunlara qatılası deyil.
O tam başqa. Mən inanırsan o niyə çağırmışdım Təranə xanım? O elit star cəmli onun haqqında o qədər əsəbləşmişdim ki, yəni kişinin 80 yaşı olacaq. Nə olar gedib pul qazananda? Mütləqdir ki, gərək bəziləri kimi çıxıb efirdə ağlasın. Yox, hələ Ona görə o kişini çox istəyirəm. kim bağlayıb komentariyaları? Açın komentariyaları. Orada niyə bağlamısınız ki komentariyaları? Təranə xanım, inanırsınız ki, o kişiyə məclis verdim, getdi, məclisdən çıxanda yığıb mənə ki, Tolik harda görüşək, səninlə sənə hörmət edeyim. Dedim, sənətkar, ayıb deyil, mən sizdən heç pul alaram. Çıxanda dedi ki, vallah mənim dili qumralla bir problemimiz birdən elə bilərlər ki, deyir. Bir dənə qulaq, ona reklamda bir damcı qulaq astırdım. O qədər yaxşı adamdır ki, onun qəlblərini bilək. Quran haqqı, Musanı da, bax, deyirəm, insanlar nə qədər çiğ süd əmiblər. Mən o kişini indi demirəm. 32 ildir mən deyirəm ki, mən sizin hamınızı qurban eləmişəm o kişiyə. İçi Musa qarışıq. Mən bunu deyirəm, ona görə susmuşam, dinməmişəm, danışmamışam, danışılası da çox şeylərim var mənim. Amma görsəm, bax susmuşam. Niyə susmuşam? Bir dənə Niyaməddin Musayevə görə, bir dənə qurban olsunlar. Bir dənə sevgimə görə. Sevgim var arada. Bir de Musu'ya göre yok ha, sevgime göre. Dostlar, mən Qumralın haqqını qorumaram. Qumral bu ailədə biraz kəsiydi, nə mənada? Qumral həmişə çalışıb özünü müdafiə eləsin və bu onun üçün o ərk eləyib, əslində adam doğmasına ərk eləyər də, bilirsiniz necədir. Amma orada bəzi məsələlər var. Sabah Qumralın özünə göstərəcəyim yazışmaları. Mən demişəm də bu günlərdə. Prosta Qumral, mən pis olduğumda Qumrala görə də. Çünki o qız əziyyəti ilə onsuz da elə kimin cəmaatın ağzı torba deyil ki, yumasan. Amma mən haqqını da deməliyəm də. Mənə 2 saat bundan qabaq Röya zəng vurdu. Heç məndə onun nömrəsi də yoxdur. O Sənana bayaq zəng vurmuşdu. O mənə dedi ki, siz məni niyə efirə bağladınız?